Universitetə qəbul üçün hazırlıq dərsləri artıq məktəblərin özündə təşkil oluna bilər. Belə ki, son 2 ildə pilot layihə kimi tətbiq edilən yeni təmayül tədris modeli genişləndirilir. Bir çox məktəbdə təmayül sinifləri də yaradılacaq. Yaxşıdır. Ən azı uşaqlar heç olmayan məqsədli yuxarı siniflərdə davamiyyətlə bağlı, hazırlıqlarla bağlı məktəbə cəlb daha çox alacaq, davamiyyət olacaq və şəxsən zövq alaram. Mən belə fikirləşirəm ki, bütün fənləri mənimsəməlidir. İndi elə zamanadır ki, qızım, yəni hər şeyi bilməlisən. Təkcə fizika, riyaziyyat yox. Qrupa mən sizlə razıyam. 10-cu sinifdən sonra onu o qrup üzrə hansı fənlər gedirsə də onu mütləq. Niyə? Çünki sənə bal lazımdır. Uşaq hər tərəfli böyüməlidir, savad hər tərəfli. Coğrafiyanı bilib, tarixi bilməmək düzgün deyil, ədəbiyyatımızı bilib, tariximizi bilməmək düzgün deyil. Yəni o baxımdan mən elə bilirəm səhv fikirdir. Maraqlıdır, bəs yeni təmayül tədris modeli indiyədək bəzi məktəblərdə tətbiq olunan təmayüllü siniflərdən nə ilə fərqlənir? Söhbət sadəcə texniki, humanitar və təbiət yönümlü siniflərin sayının artırılmasından gedir, yoxsa tədris prosesində yeni yanaşmalar nəzərdə tutulur? Bu bizim əvvəl bildiyimiz kimi humanitar, texniki və s. bölünən təmayüllər formasında deyil, artıq qruplar şəklində bölünməlidir. Məsələn, birinci qrup, ikinci qrup, üçüncü qrup və ya dördüncü qrup çərçivəsində həyata keçirilən hazırlıq proseslərini təşkil edir. Belə ki, burada artıq abituriyentlərimiz universitetlərə hazırlıq dərslərinə qoşulacaqlar. Məsələn, coğrafiya fənninin vurğulandığı kimi 6-cı sinifdən başlayaraq 2 il müddətinə təşkillanacaq, informatikası, kimyası, fizikası və s. Bu sistem artıq repetitor hazırlığının məktəblərdə cəlb olunmasına gətirib çıxaracaq. Bu təmayüllər çərçivəsində keçirilən fənlər birmənalı olaraq əvvəldən başlayıb təkrarlama aparılacaq. Bu cür şagirdin biz artıq da hər tərəfli inkişafını deyil, bir istiqamətli inkişafını görəcəyik. Mütəxəssisin sözlərinə görə təmayül tədris modelinin uğurlu tətbiqi üçün bir sıra vacib məqamlara diqqət yetirilməsi zəruridir. Bunun təbii ki, müsbət cəhətləri bundan ibarətdir ki, artıq burada valideynlər əlavə ödəniş etmədən, belə söyləmək mümkün onlar həmən universitet hazırlıqlarına uşaqlarını qoya biləcəklər. Təbii ki, burada bir neçə nüanslar da var, bunu xüsusi vurğulamaq lazımdır. Orada söylənilir ki, sertifikasiyada yüksək bal toplayan müəllimlərin cəlb olunması planlaşdırılır. Ancaq mən düşünürəm ki, təkcə balı yüksək olan müəllimlər də kifayət deyil. Cəmiyyətdə populyar olan, bu istiqamətdə kifayət qədər təcrübəsi olan, repetitorla məşğul olan müəllimlərə xüsusən cəlb etmək lazımdır ki, həmən təmayüllər öz effektini müsbət şəkildə versin. Əks halda yenə repetitorlarımızın sayı kifayət qədər çox olacaq. Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən bildirilir ki, model 10-11-ci sinifləri əhatə edəcək. Məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan ali təhsil müəssisələrinə qəbul üçün lazım olan bilik və bacarıqları məktəbdə qazanmalarını təmin etməkdir. Bu prosesə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb edilib. Layihə çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin keyfiyyət göstəriciləri mütəmadi olaraq monitorinq edilir. 2025-2026-cı tədris ilinin sentyabr-dekabr aylarını əhatə edən dövr üzrə aparılmış təhlillər göstərir ki, şagirdlərin orta aylıq davamiyyət faizi əksər məktəblərdə 95-100% intervalında dəyişib. Bununla yanaşı yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış imtahanındakı nəticələrinin təhlili onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı mütəmadi olaraq üstəliyib. 100 baldan aşağı nəticə göstəriciləri bütün müəssisələrdə minimuma endirilib. Qurumdan həmçinin bildirilir ki, təmayül tədris modelinin tərkibinə 2 il əvvəl 5 məktəbdə pilot layihə kimi başlanılıb. Hazırda layihə 14 məktəbdə davam etdirilir. Əldə olunan nəticələr nəzərə alınaraq, modelin mərhələli şəkildə genişləndirilməsi və gələcəkdə 100 məktəbi əhatə etməsi planlaşdırılır. Yeni təmayül tədris modeli üzrə təhsil almaq istəyənlər regional təhsil idarələrinə müraciət edərək ətraflı məlumat əldə edə bilərlər. Ali Rəsulzadə, Vüsal Hüseynov, Ayaz Süleyman, Soy xəbər etməsi.